Mövzumuz Qarabağ xanlığı. Qarabağ xanlığı neçənci illərdə mövcud olub? Bir onun mövcudiyyə tarixini yazıb bura. 18-dən bəli 1822-ci ilə qədər olan dövrü əhatə edir. Xanlıq yaranmamış bir onun haqqında əsas məsələlər deməliyik. Nədir o məsələlər? Muğan qurultayı adlı bir qurultay keçmişik. Neçənci ildə olub? 1736-cı ildə. Bu Muğan qurultayında Nadirin şah seçilməsinə qarşı çıxdığına görə Qarabağ bəylərbəyliyin hakimləri, əsas da bu Cavanşir tayfası sürgün edilibdi. Eynilə də bu Pənahəli. Sürgün edildiyinə görə də bunlar Nadirin ölümündən sonra yalnız qayıdıb öz xanlığını qura bilirlər. Qarabağ xanlığının ərazisində, Qarabağ xanlığının yox daha keçmiş Qarabağ bəylərbəyliyinin ərazisində 2 dənə xanlıq yaradılıb. Biri Qarabağ, bir də Gəncə. İndi onlardan əsas ən güclü olan Qarabağdır. Qarabağ haqqında nə danışa bilərik onun haqqında? Hansı tayfalar bu xanlığın əhalisini təşkil edibdi dedik? Baharlı, Çolanı, Ziyadoğlu, Cavanşir, 24, 32. Yəni o tayfaların hamısının bir-bir adını yazmağa ehtiyac duymuram. Yəni çox da vaxt alır. Amma sadəcə əzbərə söykənən məsələlərdir. Tayfaları əzbərləyirsən ki, Baharlıdır, Çolanıdır, Cavanşirdir, 24-dür, 32-dir, Ziyadoğludur. Ziyadoğlunu xüsusi yadda saxlamaq lazımdır. Çünki Gəncədə də o Ziyadoğlulardan danışacağıq. İndi başqa nələrdən danışa bilərik bəs yaxşı burada. Dedi ki, Muğan qurultayında Nadirin şah seçilməsinə qarşı çıxanları köçürtdü Xorasan Əfqan sərhədlərinə, Xorasan və Əfqanistan. Beləcə Qarabağa ziyan vurdu. Bir qoyaq yazıq demək. Nadirin şah seçilməsinə qarşı çıxanları nə etdi? Xorasan və Əfqanistana sürgün elədi. 2. Qarabağ bəylərbəyliğini zəiflətmək üçün onun tabeliyindən hansı əraziləri aldı? Qazax, Şəmşədil, 3-cü aradı. Borçalı bəli. Borçalı. 3-cü nə dedik? Dedik ki, bəzilərində ümumiyyətlə Qarabağ məlikliklərini bəylərbəyliyin demək məliklikləri, məliklikləri Qarabağ bəylərbəyliyin tabeliyindən çıxartdı və həmin bəylərbəyliyə sərbəstlik verdi. Əslində şaha tabe idilər, amma bundan sonra Qarabağa tabe olmamağı onları çox sərbəst etdilər. Ona görə də həmişə onlar birləşdirmə siyasətinə qarşı çıxdılar. İndi ümumiləşdirək birdən bildiklərimizi. Qarabağ 1748-1822-ci illərdə mövcud olubdur. Muğan qurultayı olub 1736-cı ildə Muğanda. Nadirin şah seçilməsinə qarşı çıxan Qarabağ bəylərbəyliyini cəzalandırdı. Xorasan və Əfqanistana sürgün elədi. Bəzi tayfaları əsasında Cavanşir. Qazax Şəmşədil Borçalını onlardan alıb Gürcü hakimliyinə verdi və məlikliklərə sərbəstlik verdi ki, bunlar bəylərbəyliyin tərkibindən çıxmaqla həm bəylərbəyliyi zəifləsin. Və əhalisini də dedik ki, hansı tayfalar təşkil edir? 24-dür, 32-dir, Çolanıdır, Baharlıdır və bu kimi Cavanşirdir, bu kimi tayfalar təşkil edir. Yəni sadəcə əzbər. Başqa nə dedik? Dedik ki, Nadirin ölümündən sonra 1748-ci ildə Pənahəli xan gəldi. Pənahəli xan gəldi və bu xanlığın əsasını qoydu. Xanlığın mərkəzi 3 dənə olub, amma indi hələ ki o məsələlərdən danışmırıq. Əsas danışacağımız məsələ nədir? Burada keçdiyimiz cümlələrin əksəriyyəti köhnə dərsdə keçdiyimiz cümlələr olduğuna görə daha rahat, daha sadə yadda qalandır. Hansı məsələlərdən danışırıq indi? Bayat savaşından. Bildiyimiz kimi Nadir də yoxdur, Pənahəli xanlığı yenicə yaratmışdı ki, onun da mərkəzi Bayat idi və bunun yenicə güclənməsi kimi narahat eləyirdi? Şəkini narahat edir. Çünki həmin dövrdə Şəki də bütün Azərbaycanı birləşdirmək istəyirdi və Qarabağa sahib olmaq istəyirdi. Ona görə 1748-ci ildə Bayat savaşı oldu. Bayat savaşını keçən dərsdən də keçmişik deyə rahat yadda qalar, amma hələ ki elə bir deyil. Burada Qarabağ xanlığı döyüşürdü. Kimə qarşı döyüşürdü? 3 dənə qüvvəyə qarşı. 1. Bəli, Şəki və Şəkinin müttəfiqi Şamaxı. Bir də Qarabağın məliklikləri, buraya yazaq Qarabağın məliklikləri Qarabağın tabeliyindən çıxıb müstəqil olub, daha Qarabağın tabeliyinə düşməmək üçün müstəqil olub öz idarəetmələrini saxlamaqdan ötürü Şəkini dəstəkləyirdilər ki, Qarabağı süqut etdirsinlər. Lakin bacardılarmı? Yox, bunu keçən dərsdə də Şəki xanlığında danışmışıq. Bacara bilmədilər və geriyə qayıtdılar. Geriyə qayıtdıqlarına görə bu Qarabağ xanlığının qələbəsi hesab olunur. Bundan sonra Pənahəli xanın nüfuzu artdı və hakimiyyətini bəzi xanlıqlara da və bəzi ərazilərə genişləndirdi. Burada açar sözümüz nə idi? Zəngi.
Zəngi nə oldu? Bir Zəngəzur xanlıq olmasa da Zəngəzur Qarabağ xanlığına tabe olubdu. 2 Ərdəbil, 3 Naxçıvan, deməli Gəncə və İrəvan. Deməli, bir də ümumiləşdirək bilgilərimizi. 1748-də Bayat savaşı olub. Bayat savaşında Pənahəli xan qalib gəlib və öz hakimiyyətini bəzi ərazilərə yayıb. Yəni, bəzi xanlıqları özündən vəziyyət alıb. Zəngəzur xanlığı olmasa da onu öz yenidən hakimiyyət altında birləşdirib. Ərdəbili, Naxçıvanı, Gəncəni və İrəvanı da xanlıqdan asılı vəziyyətə salmaqla Qarabağı çox güclü etmişdi. Bəs yaxşı, Nadir ölübdür, Pənahəli bir xanlıq yaradıbdır. Pənahəli xanlığını gücləndirmək istəyir. Nə cür istəyir? Xarici hücumlardan gücləndirmək istəyir. Bəli, xarici hücumların qarşısını ala bilsinlər. Bir də daxildəki feodalların qarşısını almaq istəyir. Bu zaman Pənahəli öz xanlığını gücləndirmək üçün 3 dənə tədbir həyata keçiribdi. 1. Qalalar inşa edibdi. 2. Bəli, Nadir Şahın vaxtında sürgün edilən tayfaları və əhalini geriyə qaytarıb. 2. Əhalini geri qaytarmaq. 3. Məliklikləri tabe etmək. Bu 3 tədbirin hər biri xanlığı möhkəmləndirmə tədbiri sayılır. Yəni, Bayat savaşına qalib gəlib, hakimiyyətini geniş ərazilərə yayıb. Lakin bundan sonra xanlığı daha da gücləndirməkdən ötürü neynədi? Həm qalalar inşa elədi, deyəcək də indi hansı qalalardır. Həm qaçıb getmiş, sürgün edilmiş əhalini yenidən geri qaytardı, həm də məliklikləri tabe etməyə çalışdı. İndi bu qalalar haqqında danışaq. Hansı qalalardan danışırıq? 1. İnşa elədiyi qala 1-ci Bayat. Bayat tayfasının adını daşıyan bu deməli qala düşmənlə sərhəd ərazisində, yəni Ağdam, Ağcabədi tərəfdə daha çox o tərəflərdə yerləşdiyinə görə, düşmənlərlə daha çox sərhəddə yaxın olduğuna görə o biraz daha mərkəzə çəkmək istəyirdi qalanı. Ona görə Bayat elə də təhlükəsizliyini ciddi təmin etmək mümkün olmayan qala idi və ondan sonra Ağdamda yerləşən Şahbulaq. Bu qalada qısa müddətdə mərkəz oldu, çünki Şuşanın artıq Pənahabad qalasının inşasına başlamışdılar. 1752-də qalanın inşasına başladılar. 1757-ci ildə həmin Şuşa qalasının əsası, yəni mərkəz ora köçürüldü daha doğrusu. Əsası 1752-də qoyulubdu. 1757-də qala tam inşa olub, başa çatıbdı. Bundan sonra xanlığın mərkəzi Şuşa adlanıb və yaxud da ki Şuşa demirlər, Pənahabad da deyə bilirlər. Bura kimi qarışıq bildiyimiz nəsə var? Yox. Xanlığı yaradıbdı. 48-ci ildə Bayat savaşında qalib gəlibdi. Hakimiyyətini geniş ərazilərə yayıbdı. Möhkəmləndirmək üçün məlikləri tabe etməyə çalışıb, qalalar tikibdi və qaçıb getmiş əhalini geriyə qaytarıbdı. İndi bu hissəni silib o digər məsələdən ətraflı danışaq. Məliklərin tabe olmasından danışaq. Xristian Alban məlikliklərdir. Bu məliklikləri tabe etmək üçün Pənahəli xan nə etdi? O məliklər arasında nifaq saldı. Onları bir-birinin düşmənlidir. Həmişə görmüşük düşmən Azərbaycanın daxilinə nifaq salır. Bu zaman Pənahəli düşmənin içərisinə nifaq salıb da göründü. Pənahəlidən həqiqi qorxmaq lazımdır. Bu zaman Pənahəli düşmənlər içərisində, yəni məliklər üçün nifaq saldı və onları bir-bir tabe etməyə çalışdı. İlk tabe etdiyi məliklik hansıdır? Vərəndə. Daha sonra Vərəndə təklənmişdi, rahat idi onu tabe etmək. Daha sonra bir dənə də məliklik tabe etdi. Hansı? Xaçın. Xaçın məlikliyini isə Ballıqaya döyüşündən sonra, onun tarixini yazmışdım sizə. Bəli. Təxminən 749-cu illərdə Ballıqaya döyüşü oldu. Ballıqaya döyüşündə də qalib gəlib Pənahəli Xaçını tabe elədi. Daha sonra hansı? Dizak. Daha sonra hansı? Çilabörd. Daha sonra isə Talış xanlığını, Talış daha doğrusu məlikliyini tabe eləyərək məliklərin hamısını tabe eləməyi bacardı. Demək, məliklər özü hansı siyasət yürüdü? Separatçılıq. Separat nədir? Qarabağdan ayrılıb Qarabağı parçalamaq istəyirdilər. Bunları tabe etmək üçün nə etdi? Nifaq saldı onlar arasına. Hansı artıqla tabe elədi? Vərəndə, Xaçın, Dizak, Çilabörd və Talış. Hansını döyüşdən sonra tabe elədi? Bu Xaçını ki, Ballıqaya döyüşündən sonra tabe etmiş sayılır. Deməli, məliklərin tabesində də bir problemimiz yoxdur ki, rahat yadda qaldı, bir problemsiz. Bəli.
İndi keçək digər məsələyə. Bura bir dənə yürüş oldu. Neçənci ildə oldu bu yürüş? 1757-ci ildə. 1757-ci ildə. Hansı döyüş oldu? Xatın Arx. Xatın Arx. Nədir? Bu məsələni belə başa düşməliyəm. Baxın. Təsəvvür edin ki, bu Qarabağ xanlığıdır. Bu yazaq Qarabağ. Bu olsun Astarabad. Astarabad. Bu da olsun Şiraz. Təsəvvür edin, bax bu Qarabağdırsa, indi xəritə üzərində onsuz da keçmişik, amma elə belə burada bir məsələni başa düşməyə üçün edirəm bunu. Bu Qarabağdırsa, bu Astarabaddısa, bu Şirazdırsa. Qarabağın həmin vaxtdakı xanın adı Pənahəli idi, düzdür? Astarabadın xanının adı nə idi? Məhəmməd Həsən. Məhəmməd Həsən xan Qacar. Demək, bunun adını buradan yazaq. Məhəmməd Həsən xan Qacar. İndi bunu da qısaca yazaq. Şirazın xanının adı nə idi? Kərimxan Zənd. İndi burada nə başa düşürük? Nə olub burada? 1757-ci ildə Astarabad hakimi olan Pənahəli, Məhəmməd Həsən xan Qacar hücum eləyir kimin üzərinə? Qarabağlı Pənahəlinin üzərinə. Bura kimi qarışıq deyil ki. Məhəmməd Həsən kimdir bildiniz? Astarabadın hakimidir, Qacarlar tayfasındandır və birləşdirmək uğrunda ən çox mübarizə aparan şəxslərdən biri olubdur. Məhəmməd Həsən hücum eləyir Pənahəlinin üzərinə. Xatın Arxı döyüşü olur. Burada qalib gəlir. Niyə? Geri çəkilmək məcburiyyətində olur. Səbəb odur ki, Astarabad Qarabağa yürüş eləyəndə Şiraz hakimi Kərimxan Zənd də gördü ki, Məhəmməd Həsən Astarabadda yoxdur. Hücum eləyib Astarabada hücum etdiyinə görə bu Məhəmməd Həsən xan Qacar buranın yürüşünü yarımçıq qoyub geriyə qayıtmağa məcbur oldu. Başa düşdünüz mahiyyətin? Bir də izah edeyim. Qarabağ xanlığı var, Astarabad xanlığı var, Şiraz xanlığı var. Qarabağ xanlığının başçısı Pənahəlidir. Astarabad hakimi Məhəmməd Həsən xan Qacar Qarabağı tabe etmək üçün 1757-də ona yürüş edir. Lakin Şiraz hakimi Kərimxan Zəndin də bu Astarabada, yəni onun xanlığına yürüş xəbərini eşitdiyinə görə geriyə dönür. Geriyə döndüyünə görə Xatın Arxı döyüşündə biz qalib gəlmişdik. Yəni Qarabağı tam tabe edə bilmədi və Qarabağ onda qalib gəlmiş sayıldı. Yolda da indi bunu öldürüblər, o məsələləri gəldikdə geniş danışarıq. Bu hissədə qarışıq bir şey yoxdur? Yox. Burada bir dənə də xanlıq var. Məsələn, bunu da göstərək. Urmiya. O da başqa bir xanlıqdır da. Keçmişik Urmiyanı. Bəs Urmiya nə vaxt deməli yürüş eləyir Qarabağa? 1759-da. Bunu da yazaq bura. 1759-da olan yürüşün nəticəsində Urmiya Qarabağ Asvetə sala bildi, sala bilmədi. Bəli, 6 aylıq mühasirə oldu və 6 aylıq mühasirədən sonra Urmiya Qarabağ Asvetə saldı və onun oğlu İbrahim Xəlili özünə girov götürdü. Neçənci ilə qədər bu asılılıq davam etdi? 1763-cü ilə qədər. 1763-də nə oldu? Şiraz qonaqlığı oldu. Şiraz qonaqlığından sonra Urmiyalı Fətəli öldürüldüyünə görə Pənahəli xanın özü yox, amma xanlığı azadlığa çıxdı. Lakin Pənahəli xan Şirazda əsir saxlanıldı və orada da öldü. İndi onun ölümünü danışmışam da yəqin ki sizə. Ondan sonra onun yerinə oğlu İbrahim Xəlil taxta çıxdı. İndi bir dənə buranı ümumiləşdirək. Sonra dedik 1757-də nə oldu? Xatın Arxı döyüşü oldu. Xatın Arxı döyüşü kimdən oldu? Qarabağla Astarabad arasında. Astarabaddan kim? Məhəmməd Həsən xan Qacar. Kim qalib gəldi? Qarabağ. 1759-cu ildə nə oldu? Urmiyalı Fətəli yürüş elədi və bu zaman asılı vəziyyətə sala bildi. Neçənci ilə qədər davam etdi bu asılılıq? 1763. Ondan sonra kim çıxdı taxta? Tamam, bura kimi soruşaq. İkinci sinə bir izah edib soruşaq. Davam eləyək. Deməli İbrahim Xəlil xan 1763-dən 1806-ya qədər hakimiyyətdə olubdu. Bu da atası kimi birləşdirmə siyasəti həyata keçiribdi. Və nəyə diqqət edirik? Məlikliklərin tabesi. Məlikliklər tabe edilibdi. Az müqavimətlə. Bunu yazaq bura. Az müqavimət. Yəni birdən ola bilər ki, testdə qarşımıza çıxar ki, müqavimətsiz tabe edilib. Xeyr.
tabe edilib. Az müqavimətlə, yəni atası ilə ortaq cəhətdir ki, az bir müqavimətlə atası az deyil, lakin atası ilə ortaq cəhətdir ki, müqavimət nəticəsində məlikləri tabe etməyi bacarmışdı, yəni müqavimət göstərsə də. Bundan başqa, həm məliklərin xəyanətinə, həm də qonşu xanlıqların hücumuna qarşı özünə ittifaqlar yaratmışdı, kömək almışdı, qohum olubdu. Kimlərlə? Məsələn, Şəki xanlığı ilə qohum olub, Gürcülərlə qohum olub və avarlarla qohum olubdu. Və öz adamı Əsədulla bəyi Təbrizdə taxta çıxardıb, onun vasitəsilə Təbrizi də özündən asılı vəziyyətə salıb. Təbrizdən başqa Qaradağ, ümumiyyətlə yazaq hamısını. Qaradağ, Naxçıvan, Təbriz və Gəncə xanlıqlarını asılı vəziyyətə salmağı demək bacarmışdı. Bundan başqa 1768-dən 1774-cü ilə qədər böyük bir müharibə olubdu. Kimlər arasında olubdu? 1774-cü ilin 10 iyunu. Kimlər arasında olubdu? Rus və Osmanlı. Bu müharibədən sonra ruslar qalib gəldi. Rusların qələbə xəbərini eşidən məlikliklər, onlar Rusiyaya müraciət elədilər ki, gəlsinlər bura. Xristian albanlardır, Rus da xristiandır ona görə. Lakin Rusiyanın kifayət qədər hərbi gücünün olmaması və beynəlxalq şəraitin onun xeyrinə olunmasına görə Rusiya buranı işğal edə bilmədi həmin dövrdə. Bundan başqa dedik ki, 1780-ci ildə İbrahim Xəlil xan nə etdi? 1780-də Gürcülərlə ikisi birləşdi, yazaq. Gürcü və Qarabağ. Gəncəyə hücum etdilər və Gəncədə iki hakimiyyətlik yaratdılar. Gəncəni eyni zamanda həm Gürcülərin, həm də Qarabağların nümayəndəsi idarə eləyirdi. 1780 və 1781-ci illərdə isə bura Qubalı Fətəli yürüş elədi. Lakin Qubalı Fətəli buranı tuta bilmədi. Ona görə tuta bilmədi ki, Gürcülər Qubalı Fətəliyə qarşı Qarabağa kömək etdilər. Daha Qarabağ haqqında düz danışacağımız nəsə məsələlər var, lakin bunlar Rus-Qacar müharibəsinin gedişində danışacağımız məsələlərdir. Burada yekunlaşdırırıq. Nə cür? 1805-də Kürəkçay müqaviləsi bağlandı. Qarabağ Rusların himayəsinə keçdi. Lakin himayəsinə keçsə belə 1822-ci ildə xanlığı ləğv etdilər. Bununla da xanlıq süqut etdi. Bugünlük bu qədər.